Bağçaya işə qəbula və sertifikasiyaya hazırlaşan əziz müəllimələr, xoş gördük hər birinizi. Bugünkü mövzumuz bədii təfəkkür məşğələsi haqqında olacaq. Məktəbəqədər təhsildə bədii təfəkkür məşğələsi nədir və hansı metodlar ilə uşaqlara öyrədilir? Gəlin əvvəlcə nəzər salaq. Bədii təfəkkür nədir dedikdə, uşağın ətraf aləmi estetik gözlə görməsi, hadisələrə yaradıcı yanaşması və öz hisslərini bədii formada ifadə etmə bacarığıdır. Məktəbəqədər yaş dövrü uşaqlarda yaradıcılıq və təxəyyülün ən sürətli inkişaf etdiyi mərhələdir və həmin dövrdə uşaqlara bədii təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. Yəni, belə deyək, ədəbi əsərlər insan hisslər aləminə yol açır. Kiçik yaşlardan uşaqlar eşitdiyi əsərin qəhrəmanı, uşaqda xüsusi maraq oyadır. Geniş mənada desək, bədii ədəbiyyat əsl vətəndaş tərbiyə edir. Böyük qrupda əsasən uşaqlar əsərin məzmunu ilə forması arasında vəhdəti başa düşür, ondakı obrazı söz və ifadələri tapa bilirlər. Deməli, tərbiyəçi müəllimələr, biz diqqət etdiyimiz nüanslardan biri hansı qrupda dedikdə, böyük qrupu yadda saxlayırıq. Yəni, böyük qrupda uşaqlar əsərin məzmunu ilə forması arasında vəhdəti başa düşür, ondakı obrazı söz və ifadələri tapa bilirlər. Məktəbəqədər dövrdə, yəni 1-6 yaş arasında estetik qavrayışın inkişafı prosesi çox hissi olur. Bədii əsər qəhrəmanın daxili aləmini açmaqla uşaqları həyəcanlanmağa, qəhrəmanın sevincini, qəmini yaşamağa məcbur edir. Məktəbəqədər dövrdə uşaqların ədəbi əsərlərlə tanışlıq prosesində bir sıra mühüm vəzifələr yerinə yetirilməlidir. Bədii ədəbiyyatla tanışlıq hər şeydən əvvəl uşaqlarda dinləmək bacarığı inkişaf etdirir. Deməli, bunu yadda saxlayın ki, bədii ədəbiyyatla tanışlıq uşaqlarda hansı bacarığı inkişaf etdirir dedikdə, dinləmək bacarığını inkişaf etdirir, qeyd edirik. Yəni, dinləmək bacarığı öyrənməyə, bilik əldə etməyə yol açır. Daha sonra dediyimiz kimi, bədii təfəkkürün inkişafı məşğələsinə bir çox metod və priomlardan istifadə olunur. Bədii əsər uşağa bilavasitə təsir göstərməsi ilə qiymətlidir. Yəni, uşağa təsir göstərməlidir, uşağı maraqlandırmalıdır. Tərbiyəçinin ucadan ifadəli oxusu ən əsas və ən asan əlverişli metoddur. Hansı metod ən əlverişli metoddur və ən əsas metoddur dedikdə, tərbiyəçinin ucadan ifadəli oxusu metodu nəzərdə tuturuq. Yəni, bu metod vasitəsilə uşaqların bədii əsərləri dinləməyi, öyrənmələrinə, məzmununu mənimsəmələrinə, onlarda emosional əhval-ruhiyyə yaranmasına nail olmağa imkan verir. İndi isə gəlin, hansı metodlardan istifadə olur, ona baxaq. Deməli, bədii təfəkkür zamanı istifadə olunan metodlar nəql etmə metodu, səhnələşdirmə metodu, əzbər öyrənmək metodu, kitabdakı illüstrasiyalara baxış metodu. Yəni, bu metodlardan əsasən istifadə olunur. Həmçinin hansı priomdan istifadə olunur dedikdə, əsər üzrə müsahibə priomundan istifadə olunur. Nəql etmə metodu nədir dedikdə, yəni, İfadəli oxu metodu məzmunun uşaqlara müfəssəl çatdırılmasına xidmət edir. Müfəssəl çatdırılma dedikdə nəyi nəzərdə tuturuq? Yəni, ətraflı olaraq çatdırılmasına. Yəni, bağçada nəql etmə metodu uşaqlara yeni bilik və anlayışları danışaraq, hekayələr və ya hadisə şəklində təqdim etmə üsuludur. Yəni, biz uşaqlara hekayə və yaxud nağıl formasında uşaqlara hadisələri nəql etməyə başlayırıq. Yeni tərbiyəçi müəllim uşaqlara bir hadisənin nağılı və yaxud əhvalatı, maraqlı məlumatları sözlərlə nəql edir. Uşaqlar isə diqqətlə dinləyirlər. Sonra təbii ki, dinlədikdən sonra təsəvvür edirlər və fikirlərini bildirirlər. Nəql etmə metodu adətən 2 yaşdan yuxarı uşaqlara tətbiq olunur.
Nəql etmə zamanı mətn ixtisar olunur və bəzi əlavələr olur. Çünki belə deyək, mətni tam olaraq uşaqlara çatdırsaq, daha geniş formada uşaqlar həm yorular zehni cəhətdən, həm də onlarda məşğələyə qarşı doyumluluq hissi yaranar. Onun üçün əsasən ixtisarlardan istifadə olunur və bəzi əlavələr olunur. Daha sonra məktəbə hazırlıq qrupunda uşaqlara nisbətən iri həcmli və mürəkkəb süjetli nağıllar, elmi idraki hekayələr, məqalələrin məzmunu nəql olunur. Yəni, əziz bağçaya işə qəbula hazırlaşan tələbələr, yadda saxlayın ki, hansı qrupda uşaqlara mürəkkəb süjetli nağıllar, elmi idraki hekayələr, məqalələr nəql edilir dedikdə, unutmayın ki, bu məktəbə hazırlıq qrupudur. Yəni təbii ki, kiçik qrup, orta qrupla nisbətən məktəbə hazırlıq qrupunda daha geniş olacaq. Yəni iri həcmli və mürəkkəb süjetli nağıllardır, elmi idraki hekayələrdir, məqalələrdir. Bunlar nəql olunur. Daha sonrakı metodumuz səhnələşdirmə metodudur. Adından da göründüyü kimi səhnələşdirmə metodu. Yəni bu metod uşaqlara öyrəndiklərini praktik şəkildə göstərir, danışır, hərəkət edir, hisslərini ifadə edirlər. Səhnələşdirmə metodu əsasən kiçik qrupdan başlayır. Kiçik qrupdan başlayaraq uşaqlar maraqlı dialoqlu əsərlərin səhnələşdirilməsi üzrə iş həyata keçirirlər. Bu metod uşaqlarda həm yaradıcılığı, həm özünü ifadə etmə bacarığını inkişaf etdirir. Niyə yəni yaradıcılığı özünü ifadə etmək bacarığı deyirik? Çünki bu yaşda uşaqlar hər hansı bir obrazı səhnələşdirərkən onlar öz yaradıcılığından da istifadə edirlər. Yəni öz sözlərini də ona qataraq istifadə edə bilərlər. Səhnələşdirmə metodu bu oldu. Əsas yadda saxlayacağınız nüans hansı qrupdan başlayır? Kiçik qrupdan. Daha sonra gəlir kitabdakı illüstrasiyalara baxmaq metodu. Kitabdakı illüstrasiyalara baxmaq metodu mətnin təsirini gücləndirir. Məzmunun daha yaxşı başa düşülməsini təmin edən metoddur. Yəni təsirini gücləndirir dedikdə, biri var şifahi nəyisə nəql edəsən, bir də var həm şifahi nəql edəsən, həm də ki müxtəlif şəkillərdən şəkillərdir, fiqurlar vasitəsilə uşaqlara bunu göstərəsən. Müxtəlif şəkilləri göstərdikdə uşaqlar onu daha da yaxşı yadda saxlayırlar. Yəni mətnin təsirini bu zaman gücləndirir və uşaqların yaxşı başa düşülməsini təmin edir. Kitabdakı illüstrasiyaların bir çoxu mətnin müəyyən hissəsinə aid olur. Müəyyən anı aydınlaşdırır. Təbii ki, yəni bütün mövzu haqqında illüstrasiya deyil, hər hansı bir hissəyə aid illüstrasiya təyin etdikdə o daha uşaqlar üçün cəlbedici olur və yorucu olmur. Bəzən oxu və illüstrasiyalara baxılmasını növbələşdirmək, bəzən isə illüstrasiyaları əsəri oxuyub qurtardıqdan sonra göstərmək mümkündür. Digər metodumuz əzbər öyrənmək metodudur. Əzbər öyrənmək metodu nədir dedikdə, həcmcə böyük olmayan şeirlərin əzbərdən öyrənilməsidir. Niyə böyük olmayan şeirlər? Çünki məktəbəqədər dövrdə həcmcə böyük olan şeirlərin uşaqlara çatdırılması digər metodlar kimi onlara həm yorucu olar, həm də doyumluluq hissi yaradar məşğələ zamanı. Və əzbər öyrənmək metodu nə üçün faydalıdır dedikdə, yaddaşın möhkəmlənməsi üçün faydalı. Çünki bir şeyi dəfələrlə təkrarladıqda uşaqlarda yaddaş daha da möhkəmlənir. Əzbər öyrənmək metodunda əsas yadda saxlayacağınız nüanslardan biri uşaqlara böyük olmayan şeirlərin əzbər öyrədilməsi və yaddaşın möhkəmlənməsi üçün faydalı olmağıdır. Bunu qeyd edin bir kənara. Daha sonra PDF-də qeyd olunmayıbdır. Bunu kənara qeyd edin. Hansı priomdan istifadə olunur? Diqqətlə dinləyin. Hansı priomdan? Bu priom əsər üzrə müsahibə priomudur. Müsahibə şifahi və əyani metodları özündə birləşdirən kompleks priomdur. Yenidən təkrarlayıram. Müsahibə şifahi və əyani metodları özündə birləşdirən kompleks priomdur. Yəni,
Bəzən tərbiyəçi əsəri oxumazdan əvvəl giriş müsahibəsi keçirir. Bəzən əsər oxunduqdan sonra qısa müsahibələr aparır. Oxu məşğələlərinin quruluşu nədir dedikdə, bədii əsərlərlə tanışlıq xüsusi məşğələlərdə və məşğələdən kənar vaxtlarda oyun, səhnələşdirmə və sair proseslərdə təşkil olunur. Bir də bunu yadda saxlayın, əziz tərbiyəçi müəllimələr. Bədii təfəkkür metodu, yəni bədii əsərlərlə tanışlıq həftədə ancaq bir məşğələ həsr olunur. Biz əvvəlki mövzularımızdan da keçmişdik. Savad təlimi məşğələsi həftədə bildiyimiz kimi 2 məşğələ. 2 dəfə 2 məşğələ həsr olunurdu həftəlik olaraq. Ancaq bədii təfəkkür məşğələsi həftədə 1 məşğələ. Bunu xüsusi olaraq qeyd edin. Belə məşğələlər planlaşdırılarkən tarixi günlərdir, bayramlardır, ilin fəsilləri, bunların hər biri nəzərə alınmalıdır. Və bu məşğələlərdə müəllim yaxud kitab oxuyur, ya əzbərdən şeir söyləyir, ya da maraqlı hekayələr və nağıllar nəql edir. Belə məşğələlərdə bircə əsərin oxunması onu sönük iş növünə çevirir. Yəni uşağın idrak marağını azaldır. Təbii ki, hər hansı bir dənə əsəri oxuyuruqsa, uşaq belə deyim, doyacaqdır. Yəni həmin məşğələyə marağı öləcək. Onun üçün bir neçə əsər oxunmalıdır. Onlara aid illüstrasiyalar olmalıdır, şəkillər əlavə etmək lazımdır. Lazım gəldikdə səhnələşdirmə metodundan istifadə etmək lazımdır. Yəni belə. Bədii mətni dinləməkdə uşaqlara kömək. Bəs bu nədir? Bədii mətnin oxunmasını yalnız uşaqları əyləndirmək, onların estetik hisslərinə təsir göstərməklə məhdudlaşdırmaq olmaz. Yəni hər hansı bir bədii mətni oxuyarkən uşaqlar ancaq əylənməlidir deyə bir şey yoxdur, təbii ki. Başlıca məqsəd nədir? Başlıca məqsəd 1. Mətnin başa düşülməsi və məzmunun mənimsənilməsi. 2. Uşaqların nitqinin yeni sözlər, qrammatik formalar hesabına zənginləşdirilməsi. 3. Ətraf aləm haqqında biliklərin verilməsidir. Deməli, bədii mətni dinləməkdə uşaqlara kömək edərkən, yəni onlara sadəcə uşaqların əylənməsi, onların estetik hisslərini təsir göstərməklə məhdudlaşdırmaq olmaz. Əsasən onlara yeni sözlər, qrammatik formalar, ətraf aləm haqqında biliklər vermək gərəkdir. Digər bədii təfəkkür zamanı istifadə olunan formalardan biri uşaqlar qarşısında bədii əsərlərin oxunmasıdır. Yəni müəllim uşağın qarşısına bədii əsəri necə oxumalıdır? Bildiyimiz kimi hər bir uşaqlarda eşitmə hissiyatı müxtəlif cür inkişaf edir. Yaş artdıqca fiziki və nitq eşitmə qabiliyyəti inkişaf edir. Yəni digər orqanizmlər kimi həmçinin onlarda eşitmə qabiliyyəti də inkişaf edir. Deməli müəllimələr, burada əsas yadda saxlayacağınız hissə orta və böyük qrupda uşaqlardan tələb olunur ki, bir müddət dinləyib suallara cavab verərkən məzmunu aydın şəkildə ifadə edə bilsinlər. Deməli, orta və böyük qrupda isə diqqətlə dinləyirik, diqqəti toplamağı, bir müddət dinləməyi, suallara cavab verməyi, eşitdiyinin məzmununun başqalarına danışmağı bacarırlar. Hansı qrup dedikdə, orta və böyük qrupda. Oxuyarkən tərbiyəçi çalışmalıdır ki, hamı onun üzünü görsün, mimika və jestlərini izləyə bilsin. Çünki, belə deyək, şifahi bir nitqi söyləyərkən, uşaq əgər müəllimin mimikasını görmürsə, onun əl və qol hərəkətlərini görmürsə, uşağa bu maraqsız olacaq. Yəni, tez bir zamanda bezəcək bu məşğələdən. Onun üçün əsas tərbiyəçi nəyə çalışmalıdır dedikdə, uşaqlar onun üzünü görsün, mimika və jestlərini izləyə bilsin. Yəni, uşaqlar hər hansı bir məşğələni bitirdikdən sonra, oxuduqdan sonra əsərdə aldıqları təəssüratı başqaları ilə bölüşmək istəyirlər. Daha sonra gəlir şeirlərin öyrənilməsi. Deməli, əziz tərbiyəçi müəllimələr, nağılların öyrənilməsi kimi şeirlərin öyrənilməsi də 2 yaşından başlayaraq başlanır. Yəni, uşaqlar 2 yaşında nəzm əsərlərini öyrənməyə başlayırlar.
Həmçinin şeirlərin öyrənməsi dedik ki, nəyə xidmət edir əsasən? Yaddaşın möhkəmlənməsinə. Bu zaman sadə, aydın, səslənən və qısa şeirlərdən başlanılmalıdır. Uşaqların yaşına uyğun şeirlər seçilməlidir. Şeiri yadda saxlamaq uşağın diqqətini və nitqini inkişaf etdirir. Şeirlərin öyrənilməsi kiçik qrupdan başlayaraq demişdik, uşaqlar nağıllarla tanış olurlar və xalq nağıllarının kiçik yaşlı uşaqlara çatdırılması böyük məharət tələb edir. Təbii ki, yəni biz o nağılı uşaqlara elə çatdırmalıyıq ki, uşaqlar üçün bu çox maraqlı olsun. Yəni uşaqlar hadisənin həqiqiliyinə şübhə yaranmasın. Yəni onlar elə düşünsünlər ki, bu hadisə həqiqətən var. Yəni nağıllar mövzulara görə rəngarəng olduğundan tərbiyəçi qarşısında qoyduğu tərbiyəvi məqsəddən asılı olaraq nağıl seçməyi bacarmalıdır. Yəni tərbiyəçinin əsas işi, vəzifəsindən biri uşaqlara düzgün nağıl seçməyi bacarmağıdır. Təbii ki, onların yaş qruplarına uyğun olaraq. Nağıllar və şeirlərin öyrədilməsi də 2 yaşından başlayaraq öyrədilir. Daha sonra gəlir hekayələrin oxunması. Nağıllar və şeirlərə nisbətən hekayələr üzrə iş əsasən nağıllarla işi xatırladır. Ancaq hekayələr belə məktəbə qədər dövrdə daha çox olmur, yəni az olur. Az olduğuna görə onları diqqətlə seçmək lazımdır. Yəni anlaşılmaz söz, ifadələr üzrə iş oxunduqdan sonra aparılmalıdır. Həcmcə böyük olduqda hekayə, xüsusilə elmi kütləvi xarakter daşıdıqda tərbiyəçi onun bir hissəsini uşaqlar üçün oxuyur. Deməli, həcmcə hekayə böyük olduqda, xüsusilə elmi kütləvi xarakter daşıdıqda tərbiyəçi onun hansı hissəsini verir? Bir hissəsini verir. Yəni qısaca bir hissəsini izah etməyə başlayır. Daha sonra gəlir səhnələşdirmə, dramlaşdırma, teatrlaşdırma haqqında qısaca bir məlumat verək. Deməli, bədii əsərin dramlaşdırılması uşaqların obrazlı, konkret təfəkkürünə güclü emosional təsir göstərir və onun məzmununun aydın və düzgün qavranılmasını təmin edir. Uşaq bağçalarında müxtəlif növ dramlaşdırma, teatrlaşdırılmış və səhnələşdirilmiş tamaşalardan istifadə olunur. Teatrlaşdırılmış oyunlardan dramlaşdırılmış oyunlar arasında fərq var. Dramlaşdırma nədir? Dramlaşdırma bədii əsərin əşyasız səsləndirilməsindən, rollar üzrə oxunmasından ibarətdir. Yəni, dramlaşdırma zamanı əşya istifadə olunmur. Bəs teatrlaşdırma və səhnələşdirmə nədir? Dramlaşdırmanın əksi olaraq teatrlaşdırma və səhnələşdirmə isə əşyalı olur. Teatrlaşdırmanın da öz 2 növü qeyd olunubdur, 2 növü məlumdur. Solüstü teatr və arakəsmə arxasında teatr. Yəni bunlardan əlavə bir çox teatr növləri də var. Bəs şəkilli teatr nədir? Şəkilli teatr adından da göründüyü kimi tərbiyəçi nağıl danışır. Uşaqlar personajların hərəkəti, təsvir olunduğu şəkilləri təsəvvür edirlər. Yəni şəkillər göstərilərək uşaqlara danışılır. Daha sonra gəlir kölgə teatrı. Kölgə teatrı. İnsan, heyvan, bitki, əmək və ya məişət əşyaları fiqurlarını təsvir edən qalın kardon siluetlərin köməyi ilə bədii əsərlərin səhnələşdirilməsi kölgə teatrı adlanır. Deməli, sual düşsə, kölgə teatrında nələrdən istifadə olunur dedikdə? Deməli, insan, heyvan, bitki və s. əşyaların fiqurlarını təsvir edən kardon və siluetlərin köməyi ilə. Nələrin? Karton və siluetlərin. Siluetlər qara rənglə rənglənir. Ağ rəngli ekrana proyeksiya edilir. Bunun üçün ekranın arxasında və yuxarısında işıq verilir. Proyeksiya olunmaq üçün işıq verilir. Kölgə teatrının əsasən personajların konturudur, xarakteridir, duruş vəziyyətidir. Bunlar tərbiyəçinin hərəkətlərinin ekranda əks olunması vacibdir. Yəni bunlar hər birini tərbiyəçi ekranda mütləq göstərməlidir. Həmçinin əziz tərbiyəçi müəllimələr, bir çox nağıllardan istifadə olunur bədii təfəkkür zamanı. Bu hansı nağıllardır dedikdə? Tık-tık xanım, Turp, Alma, Sümbül,
Çaqqal və xoruz, İki acgöz ayı balası və sair belə əsərlərdən, nağıllardan istifadə olunur. Deməli, uşaqlara seçim edərkən aşağıdakı əsas məqamlar nəzərə alınmalıdır. Hansı məqamlar? 1. Yaş xüsusiyyətləri. 2. Maraq və istəkləri. 3. Fiziki və əqli inkişaf səviyyəsi. 4. Çətinlik uşağın bacarığına uyğun olmalıdır. Yəni uşağın çətinlik dərəcəsi uşağın yaşına uyğun olmalıdır, bacarığına uyğun olmalıdır. 5. Sağlamlıq vəziyyəti. 6. Mühit və resurslar. Bir də bunu unutmayaq ki, uşaqlara kitab seçərkən nələr nəzərə alınmalıdır? Kitabı seçərkən uşaqlara əsasən zehin, əxlaq və estetik tərbiyə. Zehni inkişaf elətdirməlidir. Əxlaqi cəhətdən zəngin olmalıdır və estetik cəhətdən göz oxşayan olmalıdır ki, uşaqlar kitaba cəlb olunsunlar və həmin kitabı oxumağa başlasınlar. Bədii əsər oxumağın müxtəlif yaş dövrlərində uşaqlarda formalaşdırdığı bacarıqlar var. Hansı dövrdə deyəcəm, onu qısaca olaraq qeyd edin. Hansı dövrdə, məktəbəqədər yaş dövründə uşaqlarda hansı bacarığı formalaşdırır? Daha kiçik məktəbəqədər yaş dövründə, yəni kiçik qruplarda uşaqlar sadəcə kitabla tanış olurlar. Diqqəti cəmləyirlər və sonuna qədər dinləmə bacarığı formalaşır. Bu oldu kiçik yaş qrupunda. Orta məktəbəqədər yaş qrupunda uşaqlar əsəri qavrayırlar, müstəqil fikirlər münasibət bildirirlər, müxtəlif əxlaqi keyfiyyətlər formalaşır. Deməli, orta məktəbəqədər yaş qrupunda əsəri qavrayırlar, münasibət bildirirlər və əxlaqi keyfiyyətlər formalaşır. Böyük qrupda bəs necədir? Böyük məktəbəqədər qrupda kitabı davamlı oxuyurlar. Bax, adından göründüyü kimi, yəni kiçik qrup orta qrupa nisbətən böyük qrupda kitabı davamlı oxuyurlar. Müstəqil, şüurlu şəkildə əlaqə yaradılır. Çünki yaşları böyüdükcə uşaqlar şüurlu şəkildə əlaqə yaratmağa başlayırlar. Bugünkü mövzumuz bədii təfəkkür məşğələsi oldu. Yəni təbii ki, məktəbəqədər dövrdə. Digər mövzularımızı izləmək və digər mövzulardan xəbərdar olmaq üçün kanalımızı izləməyi və bəyənməyi unutmayın. Dərslərimizə qoşulmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın. Təşəkkür edirəm.